Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Bəxtiyar Cəfərov adına Xırdalan şəhər 3 saylı məktəbdə şagird-müəllim münasibətləri yüksək səviyyədədir. Şagirdlərin dərsə davamiyyəti, nizam-intizamı öz qaydasındadır. Məktəbin direktoru Sevinç Məmmədəliyeva ilə söhbətimizdə qeyd etdi ki, şagirdlərimiz hər il ali məktəblərə yüksək nəticələrlə qəbul olurlar. Bu bizim yüksək təhsilimizin sayəsində olur. Biz var gücümüzlə çalışırıq, hər bir şagirdi layiqli vətəndaş kimi yetişdirək. Bu məktəbə daxil olduğumuz andan buradakı disiplin bizi valeh etdi. Müəllimlərin əsas amalı odur ki, şagirdə həm sevgi, həm təhsil verə bilsinlər. Məhz bunun üçün də səylə çalışırlar. Təhsildə qazandığımız hər bir uğur millətin gələcəyi deməkdir. Bir təhsil ocağı əsl savadlı, şərəfli şagird yetişdirərsə, bu bizə ancaq və ancaq uğur gətirər. Həm valideynlər, həm şagirdlər müəllimlə bərabər çalışarsa, bu daha ürək açan olar. Çünki müəllim, şagird və valideyn üç bucağı mütləqdir. Məktəbi gəzdik, gördük və əmin olduq ki, bu təhsil ocağı elə məhz bir çox üstünlüklərinə görə həmişə birincilər sırasındadır. Könül Kazımova, Cəmilə Nəsir qızı, Kamil Quliyev bugün informasiya proqramı üçün.